Yəni Qırğız Anabeyt qəbirstanlığı Qırğız xalqları üçün çox önəmli, tarixi əhəmiyyət daşıyan bir məkan olur. Biz görürük də bunu. Nayman ananın, yəni Nayman ana ilə bağlı olur. Ona görə onlar o yeri seçmişdilər. Həm də ki burada Sovet o seri məsələsi var da, yəni tərkibində olan yəni Azərbaycan, tutaq ki, nə bilim Türkmənistan, Qırğızistan, yəni tərkibində olan xalqların məhv elə, hökm et, ondan sonra parçala, məhv elə siyasəti var idi burada. Bu əsərdə əsasən onu göstəriblər və onlar istəyirdilər ki, hansı xalqları öz hakimiyyət dairələrinin altına almışdılar, istəyirdilər ki, o xalqların milli mədəniyyətini, mənsubiyyətini, kimliyini, dilini, tarixini, ədəbiyyatını məhv etsinlər. Və ona görə də, yəni Qırğızların ən belə deyək də, ən önəmli orada tarixi əhəmiyyət daşıyan, önəmli o Anabeyt qəbirstanlığını məhv etmək istəyirdilər. Və biz bunu görəcəyik, gələn dərsdə Şəhidlər poemasında da görəcəyik onu. Şəhidlər poemasında da biz onu görürük də, yəni 1918-ci ildə dəfn olunanları Dağüstü park eləmişdilər. Onlar bizim tarixi yaddaşı yəni itirmək istəyirdilər və həmin eyni siyasət idi də burada. Davam eləyək müəllimlər. Çox sağ olun.